müəssəsə eləyibdi və o ağaza yoxun düşüb. Ondan sonra öz pislikləri, Quran təbliğinə öğrətləri özlərinə aydın olur. Ondan sonra behişdən çıxır. Bu hikayət nədir, istək nədir? Müfəssirlər üstündə söhbət edirlər, danışırlar. Bir illərlə bu hikayət elə bizim öz yaşayışımızın hikayətidir. İnsan ta uzananı için iki şeytanın vəsvəsəsi ürəyində dolanmayıb deyib, paç yaşayır. Görərsən bir uşaq heç bir şeydən ürəyində bir şey yoxdur. Uşağın aləmi elə behişt bir aləmidir. Necə ki, biraz sinni keçək, biraz böyüyək, onun buna məsadətin başa düşək, onunla vuruşək, dövüşək, çətinliklər başladı. Bir qədər bu hikayət elə bizim öz ömrümüzün, öz yaşayışımız hikayətidir. İnsan istəyər behişdə yaşayış eləyər, gərək gözətliyə ki, Allah Allah nə istəyir, belə onu deyir. Deyib, əgər yoxun düşmə filan işə, yoxun düşmür. Beləncə bir insan behişt aləmində elə yaşar. Necə vəsvəsələr insan ürəyində olduğu, Allah dediyindən insan çıxdı, düşər zəhmətə, çətinliyə düşər. Bu əlbəttə öz həddində bir düz sözdür. Quran ayələrində çoxlu işarə olunur ki, hər kəs Allahın zikrindən, Allahın dediyindən uzaq düşsə, onun yaşayışı çətin olur.